köynəyinə, düz köynəyinə, mən verən düymələri düz köynəyimə. Ay Əkim, şikayətim var, gəlmişəm düz köynəylə deyir. Əyri köynəyini istəyirsən. Hər hansı köynəyə? Qoy keçim yerimə. Gəl. Ay Əkim, bir aydır mənim gecəm gündüzüm yoxdur. Baş ağrı öldürür məni. Yata bilmirəm, dura bilmirəm. Gecəm yox, gündüzüm yox. Bu dostlara, tanışa dedim ki, hansı həkim yaxşıdır? Gedim onun yanına, sizi məsləhət gördülər, gəlmişəm. Görünən dağa bələdçi lazımdır. Görürəm. Yaxşı, get, sabah analizdə götür, yoxlayarıq. Ay Əkim, bu baş ağrısına analizin nə dəxli var? Eşitmədi? Hə. Analiz. Sabah, səhər tezdən analizləri getirin, gəlin. Mütləq lazımdır. Hökmən, hökmən. Gedək görə nə edirik də? Düz köynəyinə, düz köynəyinə. Bu da belə getdi. Deyəsən gün pis başlamayıb. Xoş gəlmisən. Vəziyyətin nətərdir? Analizdən cavabı necə oldu ay Əkim? Yaşayacağam. Analizin cavabı birincisi, evdə saxladığınız pişiyinizin vəziyyəti normaldır. Düzdür, gecə səhərəcən damlarda aşiqanə miyoldayıb naxoşlasa da, ümumən sağlam pişikdir. İkincisi, heç vaxt evdə köhnə dəm çay içməyin. Gec-tez böyrəkləriniz sıradan çıxacaq. Üçüncüsü, burada hamısı yazılıb. Kombinizin filtri, yəni filtrin içindəki setka tutulub. Kombi qaynayıb. Bu səbəbdən evinizdə söz-söhbət, dava-dalaş düşüb. Bax, sizin olan qalan başınızın ağrısı da bax buna görədir. Adam bu falsıdır ki. Düz köynəyin. Ay cəmaət, ay millət, ay bacı, ay qardaş, bu həkim deyil, falsıdır. Vallahi falsıdır bu. Dördüncüsü, maşınınızın motorunun yağı azalıb. Ehtiyatlı olun, maşının motorunun yağını artırmasan səni yolda qoyacaq.